Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Nazirlər Kabineti 1 may 2000-ci il tarixli qərar ilə təsdiq edilmiş icra məmurlarının fəaliyyətinə nəzarət qaydasına dəyişiklik edilib. Xəbər verilir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra elektron hərracların və ya dəyəri 5000 manatdan az olan daşınan əmlakın dövlət satın almaları haqqında qanunun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsilə satışı üçün sifarişlərin verilməsinin, tələblərin təmin edilməsinin növbəliyi öyrəniləcək. İndiyə qədər hərracların və yaxud dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakın icra xidmətini müəyyən etdiyi ticarət şəbəkəsində satış üçün sifarişlərin verilməsinin, tələblərin təmin edilməsinin növbəliyi öyrənilirdi.